Peyğəmbər sən narahat olanda, başın ağlayanda narahat olur. Peyğəmbər sənin müşkül olanda, övladın xəstədir, nəsə sıxıntın var, Peyğəmbər narahat olur. Bu qədər səni çox istəyir. Mən bir dəfə deyəsən demişəm bunu, amma yeri düşüb həyifdir deməyim bunu. Bir gün yolla keçirdi, gördü bir dənə uşaq dayanıb. Uşaq elə ağlayır. Dedi, malək, limə təbki. Ay uşaq, niyə ağlayırsan sən bu qədər? Uşaq baxdı Peyğəmbərə, dedi, Peyğəmbər, atam dünyasını dəyişib. Anam başqa kişi ilə ailə qurub. İndi evdən qovublar məni, ac qalmışam. Susuz qalmışam. Paltarım yoxdur yaxşı. Dözər Peyğəmbər buna. Baxdı uşağa, dedi, istəyirsən səni ata mən olur. Hey aləm, nə həyatdır. Adamın atası Peyğəmbər olur. İstəyirsən Zəhra sənə bacı olsun. İstəyirsən Əli sənə əmi olsun. Uşaq baxır. Da neyinir dünyanı? İstəyirsən Həsənlə Hüseyin sənə qardaş olsun. Baxdı, üzü güldü, dedi, ya Rasulallah, niyə istəmirəm mən? Atam sən olacaqsan, istəyirəm mən. Dedi, gəl gedək bizə. Dur, gəl gedək bizə. Uşaq qoşuldu, gəldi Peyğəmbər. Peyğəmbər yemək verir uşağa, balaca uşağa. Gözə bilmirəm. Paltar verdi, su verdi. Çıxdı uşaq bayra, gülə-gülə gəldi, o uşaqları gördü. O uşaqlara baxdı, baxandan sonra gördülər o uşaqlar, bu gülür. Dedilər, bir ağlayır, indi niyə gülürsən? Dedi, bilirsiniz atam kimdir? Bilirsiniz qardaşlarım kimdir? Əmim kimdir bilirsiniz? Dedi, kimdir sənin atan? Dedi, mənim atam Peyğəmbərdir bundan sonra. Uşaqlar hamı əllərin qaldırdı, 5 yaşında uşaq, 7 yaşında uşaq. Hamı əlin qaldırdı, dedi, ey kaş bizim də atamız öləydi, bizim atamız Peyğəmbər olaydı. Peyğəmbər çıxıydı himayə bizə. Amma bir vaxt gördülər, bu Peyğəmbər xəbər çatdı bu uşağa ki, Peyğəmbər dünyasını dəyişdi. Gördülər bir uşaq qışqırır. O yana gedir qışqırır, bu yana gedir qışqırır. Əl-yom sirtu yetimən. Bugün mən yetim qaldım. Əl-yom sirtu qəribən. Bugün mən qərib qaldım. Peyğəmbər qoydun getdin. Hələ sən də dinlən, əl-yom sirtu yetimən. Ağa yetim qoydun bizi. Ağa qərib qaldıq. Ağa qəbrivə də gedirik oradan mən. Valla qoymurlar adam yaxın çox diyansın. Billah. Biz tab gətirə bilmirik bunlara ya Resulallah. Haça necən belə olar? Valla qoymurlar yaxında çox diyanasa, bilir həcd olanlar. Biraz diyanırsan, dua edirsən, qışqırır adam üstə, çıx get buradan. Elə bil ki biz Peyğəmbərin ümmətindən deyirik, Peyğəmbər bunlara aiddir yalnız. Sən əziyyətə düşəndə ona rahat olur. İstəmirsən əziyyətə düşəsən. Keçirdi bir yerdən, gördü bir kəniz ağlayır. Yaxınlaşdı kənizə, dedi, niyə ağlayırsan? Dedi, ağam pul vermişdi mənə, itirmişəm pulu, indi necə gedim ona deyim pulu itirmişəm? Dedi, narahat olma, nə qədər puldur? Dedi, bu qədər. Getdi, bir dənə köynəyi var idi Peyğəmbərin, onu satdı. Gəldi, pul elədi, verdi buna, dedi, götür, çıx, get. Gördü, yenə ağlayır, getmir. Dedi, Peyğəmbər, qorxuram axı, gedərəm, gecikmişəm evə. Qışqıracaq üstümə, Peyğəmbər dedi, narahat olma, gəllə. Qoşulub bir dənə kənizə. Nə olsun kənizdir, heç kəsi yoxdur, Peyğəmbəri var onun. Gəldi, qapını döydü, əssəlamu aleyk, cavab gəlmir evdən. İkinci dəfə verdi, əssəlamu aleyk, yenə cavab gəlmir. Üçüncü dəfə salam verəndən sonra gördü, cavab gəldi, əleykəssəlam və rəhmətullah. Salam, aleyküm salam Peyğəmbər. Dedim, niyə cavabımı almadınız 1-2? Dedi, Peyğəmbər səsindən o qədər xoşunuz gəlir. İstəyirdi, elə sən salam deyəsən biz qulaq asaq. Peyğəmbər baxdı, bir xahiş edirəm sizdən. Dedi, nədir? Mənə görə bu kənizə bir iş eləməyin, vurmayın, qışqırmayın. Dedi, Peyğəmbər sənə görə azad edərəm. Azad elədi qulu. Kənizi azad elədilər. O kəniz səsini necə çatdırdı Peyğəmbərə? Ağlamağı ilə. Gətirdi Peyğəmbər öz yanına, səsi ilə. Ağlamağı ilə Peyğəmbər gəldi yanına. Kəniz azad oldu. Səndə bu nalən ki var, ağlamağın ki var, gətirərsən inşallah Peyğəmbəri qapığa. Gələr Peyğəmbər bu gün.
Deyər dərdin nədir? Ay dərd deyil. Vallahi hamımızın hacəti var. Allah şahiddir, mənim özümün də hacəti var. Allah buna şahiddir, billah. Bilirəm xəstələrimiz var, bilirəm çətin vəziyyətdə olanlarımız var. Nə qədər qardaş mənə bugün zəng edir. Bir qardaş özü elə burada əyləşib, o deməsəydi mən deməzdim. Özü dedi deyənə deyirəm. Dedim, mən xərçəng xəstəliyinə tutulmuşam. Ümidim də budur, əyləşib bu məsciddə inşallah. Peyğəmbər, bugündən başqa daha hara geyəcək, hansı günümüz var? Dərdin var, get. Qapısına Mədinəyə get. Bugün Zəhra xanım çox narahat idi. Zəhra dözə bilmirdi. Zəhra 3 gün idi Peyğəmbərin evindeydi. Ağlayırdı. Peyğəmbərə baxırdı. Peyğəmbər axır vaxtlarda deyir, Həsənlə Hüseyin qaçdı. Gətirdilər, qoydular özünü. Peyğəmbərin sinəsinə çatdırdılar özünü. Əli götürmək istəyir, Peyğəmbər deyir, işin yoxdur Hüseyinlə. Həsəni götürmək üstündən işin yoxdur. Bunlardan mən qalıblar qucağımda bunlar. Necə anası Zəhra dünyasını değişəndə bu balalar qaçdı. Atdılar özlərini Anna Zəhranın üstünə. Amma Hüseyin necə qoymuşdu ayaqlarına anasının dodaqlarını. Həmçinin Peyğəmbərdə də belə elədi. Xanım Zəhra çıxartdılar bayra, çünki dözə bilmirdi xanım Zəhra. Canın tapışırandan sonra, bastırandan sonra xanım Zəhra yanıb qapının ağzında Ənəs ibn Malik çıxdı, gördüm bir xanım ağlayır. Dedim, ay xanım, nə olub sənə? Dedi, necə bastırdınız mənim atamı? Sonra hamı çıxdı, girdi Zəhra evə. Zəhra danışır Peyğəmbərlə. Peyğəmbər tək qoyub getmə məni. Ya Resulallah, tək qoyub getmə bizi. Ağa, nə olar, dərdimiz var, gəlmişik qapıma, ya Resulallah. Sən od verəmsin. Peyğəmbər qapıma gəldi, hara gedib, bax hələ. Gör, qardaşlar biri o yanda dayanıb, biri çöldə dayanıb, biri güşədə dayanıb. Hamı başını salıp aşağı. Hanımlar orucunda orada dayanıblar. Ne hacətin var, ne isteğin var, əlbi qaldır. Qaldır əlbi, istə Peyğəmbərdən. Vallahi istəyin də eşidir səni. Ne sözün vardı Peyğəmbərə. Ne istəyirsən də ay aşıq. Ay Peyğəmbərin aşığı, ne sözün var. Bəqi istəmirsən. Zəhra xanımın qədrini istəmirsən. İstəmirsən gedəsən Kərbəlaya. Babel Həvaicin qapısına gelmək istəmirsən. İmam Rızanı ziyarətini istəmirsən. Dərdin yoxdur. Dərd deyim sənə, İmamın zamanı nə vaxt gələcəksən? Ağa, nə vaxt gələcəksən? Biz sağ olacaqsan gələndə. Ağa, istəyin düşək ayaqlarıma. Ağa, bir dənə girin çər, necə düşər ayaqıma. Ya İmamız.